Dünya görmüş qocalar evdə həmişə üzərlik saxlayar, ağrı və narahatlıq hiss edən kimi onun tüstüsünü dərd dəvası kimi istifadə edərdilər. Üzərliyin mistik gücünə inam müasir həyatımızda da ondan istifadə edilməsinə səbəb olur. Mifologiya və inanclarda üzərliyə olan inam onun bədnəzərdən qoruması ilə bağlıdır. Bəlkə də buna görə az qala hər evdə həmin bitkiyə rast gəlmək mümkündür. Qara qüvvələri qovmaq və bədnəzərdən sovuşmaq üçün çox vaxt onun gücünə bel bağlayırlar. Əslində isə üzərlik yandıqca tərkibində olan maddələr insana xoş əhval-ruhiyyə bəxş edir. Əziz dinləyicilər, mən bu videoda sizlərə üzərliyin insan orqanizminə olan faydalarından danışacağam. Odur ki, videonu axıra qədər dinləməyi, bəyənməyi, paylaşmağı və kanala abunə olub bildiriş butonunu aktiv etməyi unutmayın. Üzərlik dəmləməsi revmatizm xəstəliyi zamanı çox yaxşı təsir göstərir. Beyin damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır. Toxumlar və oynaq ağrıları üçün faydalıdır. Bitkinin toxum və gövdəsində qiymətli boyaq maddəsi var. Həmin maddədən laboratoriya şəraitində yun və ipək məhsulları boyamaq üçün sarı, narıncı, yaşıl və sairə rənglər alınır. Üzərliyin yağından sabun alınır. Xalq təbabətində ondan geniş istifadə edilir. Toxumu əzilərək isti su ilə qarışdırılır. Alınan kütlənin isti bədənin xəstə nahiyələrinə qoyulması ağrını kəsir. Əzilmiş kütlənin sidik kisəsi üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb içilməsi sidik göynəməsini aradan qaldırır. Tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyin kətan toxumu və balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox xeyirlidir. Üzərliyin kökündən hazırlanan dəmləmə sinir sisteminə sakitləşdirici təsir göstərir. Üzərliyin qaynadılmış suyu saçı qaraldır. Toxumunun dəmləməsi sidiyə çətin getməni asanlaşdırır. Sulu dəmləməsi revmatizm xəstəliyində oynaqlara yığılan duzları təmizləyir. Yaz aylarında qrip və soyuq dəymənin müalicəsində fayda verir. Boğaz ağrısı və infeksiyanı sağaldır. Üzərliyin bu faydalı xüsusiyyətləri əczaçılıq sənayesində geniş istifadə olunur. Bitki bir çox sakitləşdirici preparatların tərkibinə daxildir. Üzərlik sinir sisteminin gərginliyini, yuxusuzluq problemi və daha bir çox narahatlığı aradan qaldıran ən təsirli bitkilərdəndir. Üzərlik toxumundan çay da düzəldib istifadə edə bilərsiniz. Üzərlik toxumunu çay kimi qəbul etmək üçün 2 stəkan suyun içinə 1 yemək qaşığı üzərlik toxumu əlavə edin və qaynadın. 6-7 dəqiqə dəmləmək kifayətdir. Dəmlədikdən sonra süzüb içə bilərsiniz. Mövsimi allergiya yaşayanlar asqırmadan çox şikayətlənirlər. Bunun üçün üzərlik otundan istifadə etmək mümkündür. 2 xörək qaşığı üzərlik toxumunu qaynamaqda olan 1 litr suyun içinə əlavə edin. Qaynadığı müddətdə üzünüzü suya tutub buxarını 2 dəqiqə ərzində həm ağzınız, həm də burnunuzdan nəfəsinizə çəkin. 2 dəqiqədən sonra pambığı üzərlik otu suyuna batırıb burnunuzun hər 2 deşiyinə sürtün. Bunu 15 gün müddətində gün aşırı edə bilərsiniz. Yenə nə vaxtsa ehtiyac duyduğunuzda da təkrarlamaq olar. Üzərliyin toxumları tibbi məqsədlə də istifadə edilir. Toxumları isti suda qaynadılaraq içilə bilər ya da toxumlarını qovurub bala qarışdırıb yemək olar. Su ilə birlikdə də içə bilərsiniz. Üzərlik toxumunu həddən çox yesəniz, ürək bulanma və qusma kimi yan təsirləri ola bilər. Buna görə də həddən çox istifadə etməyin. Yanan üzərliyin tüstüsü də çox xeyirlidir. Mikrobları öldürür, sakitləşdirir, yuxusuzluqla mübarizə aparmağa kömək edir. Xroniki, ağır xəstəliyiniz varsa, mütəmadi olaraq dərman istifadə edirsinizsə və ya orqanizminizdə allergiya varsa, istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin.